Mənim saçım darayandan sonra çox şişir və çox elektriklənirdi. Ona görə mən bir yağ aldım. O həm saçı nəmləndirir, həm parlaqlıq verir, həm də yumşaldır. Bir də ki, elektriklənmənin qarşısını alır. Mənim saçım çox elektriklənirdi. Mən artıq keratin falan işlətmirəm. Saçımın iç tərəfləri indi yumşaq olub da. Bundan çox az işlədirəm saçımı ütüləməzdən əvvəl. Çünki istiliyin qarşısını alır, yəni saçın yanmağının qarşısını alır. Əvvəlcə mənim əvvəl boyadığım və qurtula bilmədiyim hissədən başlayaq. Mən neçə il əvvəl saçımın ön hissəsini açmışdım və getmir də, yəni saçımdan. Bu şpilkanı görmürsünüz kimi davranın. Yufqa əynindən düşdüyü üçün taxmışam. Sağ olun.